crave. Salam. Bugün naturallar arasında Azərbaycan çempionatlığı keçirilir. Bunlar arasında mənim fəxr etdiyim insanlar tələbələrim də var. Görək necə olacaq. İnşallah səhnədə öz sözümüzü deyəcəyik. Talib müəllimin əziyyətini yerdə qoymamaq üçün çıxırıq səhnəyə və öz formamızın layiqincə təmsil edəcəyik. Bacardığımızı bu günə kimi etmişik, ən yaxşı halımızı görmək üçün. Bundan sonra da edəcəyik. İnşallah səhnədə hamımızın əlində kubok geri dönəcək. İnşallah müəllimimizi təmsil etməyə çıxmışıq. Hər birimizə uğurlar arzu edirəm. Hərə öz məharətini göstərsin. Videoda hər birinizə xoş gördük. Bütün atletlərə uğurlar, yəni bizim komandada hamısına uğurlar arzulayıram. Həqiqətən də o çəkilən əziyyətlər burada, yəni o onun bəlkə 1%-dir də. O 99% o çəkilən əziyyətləri, yəni bu komanda görür. 6 ay, 7 ayda hamısı diyetdədirlər. İnşallah hər birinə uğurlar. Mən ürəyimdə çəkilənəm, sən də danış. Bütün atletlərə uğurlar. İnşallah bilirəm ki, ən yaxşı nəticəni ortaya qoyacağıq. Kubok bizdədir də, yəni başqa yolu yoxdur. Bu hamsız Birazdan dolduracaq. Allah yeri bulunur. Fat boy shot, she'll rock them G things. İndi biraz atışdırmalı atlarını kömək eləyərək. Hardasa saat 3:10 falan dincəli çıxışını görəcəksiniz. Burada Hüseyin tələbəsi var, maşallah olsun 15 yaşı var. Səndən gözləyirəm. 17 yaşlarda çıxacaq, 15 yaşı var. Bizcə də yavaş-yavaş yükləmələr eləyək, biraz da pozirovka üzərində işləyək. What can I do? Uşaqlar atışdırmalı qalxdıq, qədərimizi biraz yüngül doldurduq. İndi isə istirahət edirik, səhnə vaxtımızı gözləyirik ki, çəkdiyimiz əziyyətləri orada göstərə bilək. Nəzə boğazla, yavaş-yavaş. Nəysə uşaqlar, biz istirahətimizi edək, İnşallah pumpda görüşərik. Rıfat bir dənə gül. Fat boy shot, she'll rock them G things.
boy shot, she'll rock them G things. İlk medal gəldi. İzləmədə qalan davamı gələcək. Buraya sport model. Hüseyin. Danışırsınız mənimsiz sport model. Hal-hazırda Rüfət çempion oldu. İkinci yarışa çıxıb. Görək, bunda da çempionluq alsa həll olacaq. Fat boy shot, she'll rock them G things. Sol taraf haketi 20 sonunda 65 Araz ve şuraya hazırlasın yoksa 11 numara haket 11 oldu 20 front double varsa Fat boy shot, she'll rock them G things. Uşaqlar sport modeldə həm 23 yaşlara qədər, həm də Open kateqoriyasında çıxış etdim. Hər ikisində ikinci oldum. Rəqabətli bir yarış oldu. Evdə bir də özüm baxacağam rəqibə, nələr çatışmırdı məndə. Onun üzərində işləyəcəm. İndi vaxtımız azdır. Klassik fizikin kateqoriyası başlayır. Mən ona hazır olmalıyam. Edim pumpımı. İnşallah nəticəni yenə sizinlə bölüşəcəm səhnədən sonra.
long can you twerk for? I'm in the strip clubs that you work for. You a beast type of hoe you get murked for. I can tell a lot about a girl on the first fuck. How long can you twerk for? I'm in the strip clubs that you work for. You a beast type of hoe you get murked for. I can tell a lot about a girl on the Və yarış bitdi. Buradan federasiyaya böyük təşəkkürümü bildirmək istəyirəm. Məncə mənim bir söz deməyimə ehtiyac yoxdur. Tələbələrim lazımı sözü dedi. Hər biri ilə fəxr edirəm. Müəllimə sonsuz təşəkkürümü bildirirəm, valideynlərimə sonsuz təşəkkürümü bildirirəm, dostlarıma, hal-hazırda yanımda məni izləyirlər. Sonsuz təşəkkürümü bildirirəm ki, dəyərli vaxtlarını mənim üçün xərcləyirlər, hər zaman da yanımdadılar. İndi də dostlarıma vermək istəyirəm, yarışçı dostlarıma sözlərimi desinlər. Bu yarış hazırlığı dövründə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Başda da Talih müəllim sizə minnətdaram. Həqiqətən sizin o verdiyiniz proqramlar olsun, yemək proqramları həqiqətən mükəmməl idi. Bezmək olmur da qısası bu proqramlardan. Bu da yəni sözümüzü dedik. Gedirik indi də. Turanıma da ver. İlk yarışım idi. Talih müəllimin nəzarəti altında ilk yarışımda 4 dənə üçüncülük götürdüm. Proqram və yeməyə Talih müəllimin köməyi, zalda da qardaşım İlmirin köməyi ilə 4 dənə üçüncülük götürdük və buradayıq. Söz bitdi. Nöqtə.